Axşamınız xeyir olsun. Xacar müəllimə, siz mənə deyin, mövzularımız hansıları idi? Mövzularımız müəllimə bizim gigiyena qaydaları idi. Bir də müəllimə təhlükəsizlik qaydaları. Ay, sağ olun. Təhlükəsizlik qaydaları. Gigiyena qaydaları. Gigiyena ümumiyyətcə bizə hansı standartı xatırladır? Hansı inkişaf sahəsini xatırladır? Bizə xatırladır müəllimə fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik 1.2 xatırladır müəllimə bizə. Ay, sağ olun. Onun oxunuşu, açılışı necə idi 1.2-nin? Masa arxasında düzgün oturuş qaydalarını tənzimləyir, gigiyena qaydalarına riayət edir. Ay, sağ olun. Əllər nə zaman yuyulmalıdır? Əllər müəllimə yuyulmalıdır. Yeməkdən əvvəl yuyulmalıdır müəllimə. Yemək bişirməkdən əvvəl yuyulmalıdır müəllimə. Çöldən gələndə əllər yuyulmalıdır müəllimə. Xəstə adamın yanından gələndə ilə adamın yanına getməmiş və o yanından çıxandan sonra əllər yuyulmalıdır. Belə bir nəticəyə gəlirik ki, əllər hər zaman tez-tez bütün hallarda yuyulmalıdır. Elə deyilmi? Aha, dişlərə qulluq haqqında nə deyə bilərik? Dişlər müəllimə gündə 2 dəfə yuyulmalıdır. Səhər və axşam yuyulmalıdır müəllimə dişlər. Diş fırçası müəllimə şəxsi olmalıdır. Özgənin dişləri qəti qadağandır, yuyula bilməz müəllimə. Sonra müəllimə, dişlər müəllimə ya həddindən artıq isti və yaxud da həddindən artıq soyuq, yəni yemək yeyəndə müəllimə bizə diş yəni buna diqqət etmək lazımdır. Bəli. Heç dişlərin məsəl üçün heç ağrı belə olmasa, dişlərin heç olmasa ayda 1 dəfə, 2 dəfə profilaktikası aparılmalıdır. Həkimlə bəli nəzarət etməlidir. Aha. Bəs yaxşı, demək, yataq yerinin təmiz saxlanılması üçün birinci növbədə nə qadağandır, nə olmamalıdır yataq otağımızda? Heyvanlar olmamalıdır. Sağ olun, bəli, ev heyvanlarının yataq otağımızda, yatağımızda olmamasına diqqət etməliyik, bəli. Aha. Sonra, təhlükə harada var? Belə bir sual verilsə, nə deyəcəyik? Təhlükə müəllimə hər yerdə var. Ay, sağ olun, hər yerdə var. Aha, məsələn? Yəni elə bir deyim var ki, müəllimə təhlükə xəbər vermir, mən gəlirəm. Ay, sağ olun. Təhlükə hər zaman qorumaya çalışmalıyıq. Təhlükə ani. Ay, sağ olun. Bəli, təhlükə gəlirəm deyib gəlmir, düzdür. Yəni, amma bəzi anlar var ki, məsələn, öncədən bunu hiss edə bilərik. Məsələn, qarşımızdakı ilə ünsiyyət zamanı və yaxud da onunla davranış qaydaları zamanı, hətta deyir ki, evdə, həyətdə, hər yerdə, məktəbdə, bağçada, hər yerdə təhlükə var. Və hətta sosiallaşma zamanı da təhlükə yarana bilər. Məsələn, söhbət edirsiniz və yaxud da tam başqa bir məsələdən danışırsınız və elə olur ki, birdən-birə sözlər uyğun gəlmir və bu zaman nə baş verir? Təhlükə, mübahisə baş verir. Ona görə də uşaqlara bu haqda nə danışmalıyıq? Necə məlumat verməliyik? Nəyi izah etməliyik? Uşaqlara müəllimə, yəni təhlükədən uzaq qalmağı, bir-birlərlə mehriban olmağı, düzgün davranış qaydalarını, bax, bunları uşaqlara birinci növbədə aşılamaq lazımdır. Elə deyilmi? Aha. Məsələn, bax, elə təhlükələr var, tutaq ki, belə deyək, güclü küləyin əsməsidir, güclü yağışın yağmasıdır, zəlzələ zamanıdır. Yəni, bunları heç olmasa bir neçə cümlə ilə uşaqlara bu təhlükədən qorunmağı izah etmək lazımdır, öyrətmək lazımdır. Aha. Yaxşı, bəs siz mənə deyin, səssizləşdirək müəllimələr, əlavə səs var, xəyyam yazılan müəlliməmiz, səssizləşdirək, zəhmət olmasa. Aha, yaxşı, bəs siz mənə deyin, deməli, necə dəqiqə, təhlükəsizlikdən danışdıq. Bax, bayaq əvvəl gigiyena qaydalarından danışanda biz dedik ki, bu 1.2 standartını formalaşdırır. Bəs təhlükədən danışırıqsa, burada hansı standart formalaşdırılacaq? Bu 1.3 Ay, sağ olun. 1.3 təhlükəsizlik qaydalarına riayət edir. Ay, sağ olun. Doğrudur. Keçək əvvəlki mövzularımıza. Deməli, əgər mən keçdiyim mövzuya köklənirəmsə, bu riyaziyyata əsasən hansı sual növüdür?
Keçmiş mi? Aha. Monoqrafik mi? Onu deyirsiniz müəllimə? Reproduktiv və yaxud da produktiv hansına aiddir? Deməli, müəllimə təkrardırsa reproduktivdir müəllimə. Sağ olun. Məsələnin kökünə yönləndirirəmsə, bu isə reproduktivdir. Produktiv problemə köklənir, reproduktiv isə təkrardır. Məsələ özü nəyə deyilirdi? Ədədi komponenti olan mətndir Ay, müəllimə. sağ olun, bəli. Hansı yaşda uşaqlarda zaman anlayışı yoxdur? Zaman anlayışı müəllimə 0-2 yaşda yoxdur müəllimə. Bəs nədir onlar üçün zaman? Nəyi başa düşməkdir? Zaman necə idi müəllimə? Aha. Yuxu, oyanıqlıq, bir də yemək vaxtıdır. Bəli. Yuxu, yemək, bir də oyanıqlıq. Aha. Bəs yaxşı siz mənə deyin, deməli, necə dəqiqəm? Məsələ neçə şərtdən ibarət olmalıdır bağçalarda ümumiyyətcə? İbarət olmalıdır müəllimə. Ay sağ olun. Yalnız bir şərtdən ibarət olmalıdır. Aha. Məsələn, bax tutaq ki belə deyək də, məsələ ümumiyyətcə sadə riyazi bacarıqların formalaşdırılması, istər məsələlər, istər misallar olsun, onları uşaqlarda haralarda formalaşdırmaq olar? Haralarda müəllimə? Haralarda? Hər yerdə, elə deyilmi? Gəzintidə, ekskursiya aparırıq orada, məşğələlər zamanı. Məsələn, gəzintiyə çıxmısınız, soruşa bilərsiniz, bax, neçə ağac görürsünüz və yaxud da ağacın üzərində neçə sərçə var və yaxud da ağacda nə qədər meyvə var, neçə meyvə var, neçə uşaq var, hal-hazırda neçə uşağımız var. Yəni, nə olur olsun, riyaziyyatdan sual verilirsə, demək, hər yerdə biz o sualı uşaqlara verə bilərik. Evdəyik, yemək bişiririk, adi məsələn uşaqlarımıza. Evdə hər hansı bir əşyaları göstərib onlara bu sualı vermək olar, riyaziyyata aid müəyyən suallar vermək olar, elə deyilmi? Ona görə deyirik ki, sadə riyazi bacarıqlar hər yerdə uşaqlarda formalaşdırmaq mümkündür. Ümumiyyətcə, riyaziyyat varsa, idrak düşünmə varsa, söhbət hansı oyunlardan gedəcək? Didaktik oyunlardan müəllimə. Sağ olun, didaktik oyunlardan, bəli. Müşahidənin ətraf aləmlə tanışlığa əsasən növləri hansılardır? Müşahidə, müsahibə, şifahi sorğu, o qiymətləndirmənin metodlarıdır. Bəs ətraf aləmlə tanışlığa əsasən müşahidənin növləri hansılardır? Epizodik, qısa müddətli müşahidələr, bir də uzun müddətli müşahidələr, bəli. Havadır, quşların həyatı, balıqlar, heyvanlar üzərində aparılan müşahidələr necə adlanır? Bunlar qısa müddətli. Ay, sağ olun. Bəli, amma bitkilər... Bunlar isə, yəni ağacların, bitkilərin üzərinə aparılan müşahidə isə uzun müddətli müşahidədir. Sağ olun. Bu isə uzun müddətli müşahidə adlandırılır, doğrudur. Təsviri fəaliyyət məşğələsində hansı fəaliyyət növüdür ki, başlanmasına görə digərlərindən fərqlənir? Bu müəllimə aplikasiyadır. Nəyimiz var müəllimə? Bunlar rəsmdə aplikasiya yapma, quraşdırmadır müəllimə. Bir dənə aplikasiya ikinci kiçik qrupadan başlayır, digər üçü isə birinci kiçik qrupadan başlayır. Ay, sağ olun. Bəs yaxşı, tüklü fakturasında qayçı varmı? Hayır müəllimə, yoxdur. Yapışqan var, qayçı yoxdur. Böyük qrup hansı fəaliyyət növüdür? Aplikasiya. Ay, sağ olun. Bəs yaxşı, origami fəaliyyət növündə bəs yapışqan, qayçı varmı belə bir şeylər? Hayır müəllimə, bu orta qrupu uğraşdırmadır, xeyr, yoxdur heç bir. Bəli, origamidə ümumiyyətlə nə əlavə yoxdur, nə də ixtisar yoxdur. Sadəcə olaraq qatlanmış, nə adlanır? Qatlanmış kağız. Kağız adlanır və kim tərəfindən yaradılmışdı? Friedrich Frebel. Friedrich Frebel eyni zamanda ilk bağça yaradıcısıdır. Bəli. Təşəkkürlər Xacay müəllimə. Sağ olun müəllimə. Sağ olun. Hicranə müəllimə. Buyurun müəllimə. Hicranə müəllimə, gigiyena qaydalarında saçlara qulluq haqqında danışaq. Saçlar həftədə bir və ya iki dəfə yuyulmalıdır. Xüsusiyyətindən asılı olmayaraq şampunlardan istifadə olunur müəllimə. Başı yuyan zaman dərini dırnaqlar zədələnməsin
zədləmək olmaz. Bəli, bu dırnaqlarla zəd eləmək, yəni çox belə bəli, möhkəm, yəni bu şəkildə olmaz. Yaxşıca yaxalanmalıdır. Bəli. Saçlar tez yağlanırsa, əgər tez yağlanırsa, qidalamaya diqqət etmək lazımdır. Sağ olun, bəli. Yediyimiz qidalara diqqət etmək lazımdır, doğrudur. Qızardılmış yeməklərdən, şirniyyətlərdən, fast foodlardan uzaq qalmaq lazımdır. Doğrudur. Bəs yaxşı. Dəsmalla qurduğunda saçları bərk sıxmaq olmaz. Bəli. Bundan az istifadə etmək lazımdır. Ay, sağ olun. Doğrudur. Bəli, saçlara qulluq. Bəs yaxşı, deməli, dərinin təmiz saxlanması üçün bəs nələr vacibdir? Dəri ilə üzə qulluq üçün Bəli. daha yaxşı olar ki, gümrahlıq üçün müəllimə elə bir ki, səhər duş qəbul etmək lazımdır. Günorta məsələn gərginliyi götürmək üçün vanna eləmək lazımdır. Sonra duş qəbulundan sonra dezodorantlardan istifadə etmək Nəmləndirici kremlərdən, təbii ki, yəni ziyansız nəmləndirici kremlərdən istifadə olunması məqsədə uyğundur. Yəni bunları demək olar. Əllər də nə zaman yuyulmalıdır dedik? Əllər müəllimə demək olar ki, hər zaman. Bəli, hər zaman. Yeməkdən sonra. Bəli. Hər zaman yuyulmalıdır. Bəli. Təhlükə harada var? Sualına necə cavab verəcəyik? Müəllimə, təhlükə demək olar ki, hər bir yerdə var, hər bir vaxt insana. Yəni bütün hallarda təhlükə ola bilər. Həyat təhlükəsizlik mərkəzi anlayışıdır ki, məsələn, gizli polis daşıyır da, gözləmədiyimiz halda, vaxtda təhlükə bizi tutulaya bilər də. Bəli, doğrudur. Və deməli, təhlükədən qorunmaq üçün də uşaqları xəbərdarlıq etmək olar, elə deyilmi? Onlara müəyyən bacarıqları onlarda formalaşdırmaq olar. 1.3 standartının elə formalaşdırılması da təhlükə anlayışı. 1.3-dür. Onu uşaqlarda düzgün şəkildə formalaşdırmaq. Təhlükə ola bilər müəllimə, yolda, küçədə, təbiətdə məsələn. Tanımadığım insanlarla ünsiyyət zamanı təhlükə ola bilər. Bəli, doğrudur. Yaxşı, bəs siz mənə deyin, qeyri-ənənəvi rəsm çəkmə texnikalarının özəlliyi nədir? Üstün tərəfləri nələrdir qeyri-ənənəvi rəsm çəkmə texnikalarının? Müəllimə, bu texnika belədir ki, qatqısızdır, kimlikli təsiri yoxdur. Hər bir qrupda istifadə etmək mümkündür. Yaş məhdudiyyəti yoxdur. Bəli. Bəs yaxşı, deməli. Bəs yaxşı, hansılardır qeyri-ənənəvi rəsm çəkmə texnikaları? Müəllimə, pantizmdir, sonra nöqtələrlə, klaskografiyadır. Leksografiya. İslamik qoluyla. Barmaq rəngkarlığı. Fotokopiya, məsələn, şamla, sabunla. Qrantajlı müəllimə, cızma üsulu ilə. Ştamp yapma, məsələn, kopyalama. Bəli, hazır şəkildə də olur. Özümüz də ştampları özümüz də hazırlaya bilərik. Məsələn, yarpağın üzərinə boyanı çəkərək, yarpağı kağızın üzərinə qoyaraq onun izini çıxarda bilərik. Bunlar ştampdır. Natura məsələn, böyük qruplarda var müəllimə. Sonra organik var, bu qatlama üsuluyla. Ay sağ ol. Origami ilə qırattaj daha çox məktəbə hazırlıq böyük qruplarında istifadə olunur. Çünki çətindir. İstifadə olunur müəllimə. Bəli, müəllimə. Çətin olduğu üçün. Sonra Motifiya vardı, bu da bir izdir, İtalyan rəssamı. Rəssam tərəfindən. Ay sağ olun. Yaxşı, bəs siz mənə deyin, qiymətləndirmənin metodları hansıları oldu? Qiymətləndirmə, yəni dəyərləndirmə və müəllimə. Onun növləri yox, metodları hansılardır? Birini deyirəm, müşahidə. Müsahibə, müsahibə, sonra
Fəaliyyət məhsullarının təhlili, Sulardan təhlili. portfolio. Ay sağ olun. Bunlar aiddir. Deməli, qiymətləndirmənin metodlarına. Metodlar. Şifahi sorğu ilə müsahibənin fərqi nə idi? Şifahi sorğu müəllimə uşaqlar arasında aparılır. Söhbət əsasında Ay aparılır. sağ olun. Söhbət formasında aparılır. Formasında aparılır. Aha. Oxusu nə idi? Deməli, müzakirə bir də şifahi sorğu. Müzakirədə bəs nə formasında aparılır müzakirə? Müzakirə də uşaqlarla sual-cavab formasında. Aha, o da söhbət formasındadır. Amma şifahi sorğu ilə müzakirənin fərqi nə oldu? Şifahi sorğuda müəllimə hələ bir ki deyim də Tamam. burada oyunlar şifahi sorğu oyunlar formasında keçirilir də ən çox. Amma müzakirə sadəcə olaraq söhbət formasında aparılır. Şifahi sorğu həm söhbət, həm oyun formasında aparılır. Amma müzakirə yalnız söhbət formasında aparılır. Söhbət formasında Ay sağ olun, bəli. Hansı qrup ümumiyyətcə rəsm fəaliyyətində düzgün oturuş qaydası uşaqlara öyrədilir? Aha. Hansı qrup rəsmdə? Aha. İkinci kiçik qrupda müəllimə. Ay sağ olun. İkinci kiçik qrupda. Bəs hansı qrup quraşdırma fəaliyyətində hərəkətli konstruksiyalara diqqət edilir? O da rəsm fəaliyyəti müəllimə böyük qrupda. Quraşdırmada. Böyük qrup quraşdırmada. Bəli, hərəkətli konstruksiyalara diqqət edilir. Məsələn, nəyi nümunə gətirə bilərik hərəkətli konstruksiyada? Quraşdırmada müəllimə qapı pəncərənin Ay sağ olun. Açılıb bağlanan qapılar. Bəli, bəli, doğrudur. Aha, əla, doğrudur. Bəs yaxşı, deməli, əşyaların bir-birinə nisbətən yerləşdirilməsi vərəq üzrə hansı qrup rəsm fəaliyyətindədir? Bu da müəllimə böyük qrup. Məktəbə hazırlıq. Bəli. Bir-birinə nisbətən deyəndə nə başa düşək? Yəni, necə yerləşdirilmədir? Elmi ki, bir-birinin yanında da müəllimə ya aşağısında, yuxarısında, yəni bir-birinin yanında. Bəli, məsələn, nə demişdik? Evlə uşaq rəsmi çəkirsə, bilməlidir ki, uşağı balaca çəkməliyəm, evi böyük çəkməliyəm. Böyük çəkməliyəm müəllimə. Sağ olun, bəli, bunu bilməlidir. Daxili inkişaf etdirici mühitlə xarici inkişaf etdirici mühitin fərqi nə oldu? Daxili inkişaf etdirici mühit müəllimə müəssisənin içində olur da. Elə bir ki, güşələr aiddir bunlar. Təbiət güşəsi, Gəncə güşəsi, kitab güşəsi. Bunlar hamısı daxili inkişaf edici mühitə aiddir. Xarici inkişaf edici mühitə ancaq hələ bir ki, müəssisənin həyətində, həyətyanın sahəsində olan Daxildə mümkün olmayan, ay sağ olun, daxildə mümkün olmayan nə varsa, xarici inkişaf edici mühitə aiddir. Əla, bugün çox gözəl icranə müəllimə, təşəkkür edirəm. Çox sağ olun müəllimə, Sağ olun, çox sağ olun. Mən də sizə çox sağ olun deyirəm müəllimə. Çox sağ olun, sağ olun. Allah canınızı sağ eləsin. Sizin də müəllimə, sizin də. Sağ olun. Sonra, sentyabr qrupundan, başqa kim var müəllimələr? Sentyabr qrupundan. Səsi açın, zəhmət olmasa. Hə, sentyabr qrupu. Kim dərs danışacaq mənə? Aygün müəllimə. Salam müəllimə. Salam. Bir dəqiqə. Sonra Mən oktyabr qrupuyam. Hə, sizə. Sonra hazırlaşsın digər Aygün müəllimə. Deməli, bir dəqiqə. Bədii təfəkkür məşğələsi. Bədii təfəkkür məşğələsində dramlaşdırılma ilə teatrlaşdırmanın fərqi nə oldu? Hə, müəllimə, deməli, dramlaşdırma bədii əsərin əşyasız səsləndirilməsidir. Teatrlaşdırma isə əşyalı səsləndirilməsidir. Teatrlaşdırma üzrə iki növü var. Stol üstü teatr, bir də ara kəsmə arxasında olan teatrdır. Məsələn, ara kəsmə deyək ki, taxtayla, yəni nəsə stol üstü ara kəsmə ilə olur da.
Hə. Sonra Məsələn, başqa teatr növləri də var. Şəkilli teatr, kölgə teatrı. Sağ olun, bəli. Şəkilli teatr teatrda necədir? tərbiyəçi nağılı danışır. Uşaqlara personajların təsvir olunur da. Təsvir olunan şəkillər göstərir. Göstərir. Kölgə teatrında insan, heyvan, bitki, məsələn, fiqurları bunların təsvir edən karton selülitlərin köməyi ilə bədii əsərləşdirilir də. Qara rənglə rənglənir həmin siluetlər. Rənglənir, ağ rəngi göstərilir. Proyeksiya olunur. Bəli, bəli, doğrudur. Aha, yaxşı, bəs bədii mətni dinləməkdə uşaqlara necə kömək edərsiniz? Tutaq ki, bədii nağıl və yaxud da mətn danışacaqsınız və əvvəlcədən sizin işiniz nə olmalıdır ki, onlar sizi dinləməkdə çətinlik çəkməsin? Bədii mətni dinləməsində məsələn müəllimə əsas vəzifəni bədii mətndəki hər hansı bir anlaşılmazlıqdır. Məsələn, sözün düzgün oxunması, mənasının açılması, tanış olan sözlərin mənası dəqiqləşdirilir. Çətin sözlər varsa orada həmin sözləri çıxarıb onlar haqqında əvvəlcə məlumat veririk. Sonra isə başlayırıq həmin nağılı və yaxud da hekayəni danışmağa. Bəli. Aha, yaxşı, bəs bədii əsərin əşyasız səsləndirilməsi dramlaşdırılmadır yoxsa teatrlaşdırılma? Əşyasız dramlaşdırma. Ay, sağ olun. Əşyalı isə teatrlaşdırmadır. Bəli. Tərbiyəçi müəllimin, ümumiyyətcə bir tərbiyəçi müəllimdə, bax adları ilə demirəm, heç elmi dildə demirəm. Bir tərbiyəçi müəllimdə hansı bacarıqlar, hansı qabiliyyətlər olmalıdır? Necə olmalıdır bir müəllim? Təşkilatçılıq qabiliyyəti olmalıdır. Əsas birinci növbədə didaktik qabiliyyət olmalıdır. Bax, belə adlarını demirəm. Bax, ümumilikdə məlumat verin. Bax, ünsiyyətçil olmalıdır, öyrətməyi bacarmalıdır. Başqa nə var idi? Təşkil etməyi bacarmalıdır. Komanda ilə işləməyi bacarmalıdır. Sağ olun. Uşaqların daxili aləminə uşaqların sağlamlığına qayğısına qalmalıdır. Bəli. Sonra yenilikləri tətbiq etməlidir, yaradıcı olmalıdır, kommunikativ bacarıqları olmalıdır. Bəli, bəli. Bəs uşaqları... İnkişaf etdirici olmalıdır, əsas müəllimə. Bəli, doğrudur. Uşaq şəxsiyyətinin formalaşmasında böyük rolu olmalıdır. Uzun, yəni bir sözlə desək, böyük rolu olmalıdır. Aha, bəs yaxşı, siz mənə deyin, o hansı qabiliyyətdir ki, tərbiyəçi müəllimə uşaqları qiymətləndirməyi bacarmalıdır? Qiymətləndirməyi. Aha. Tədqiqatçılıq qabiliyyətidir. Çünki tədqiq etməyi bacarmalıdır, qiymətləndirməyi bacarmalıdır. Bu tədqiqatçılıq qabiliyyətidir. Bəs tərbiyəçinin hansı qabiliyyətidir ki, tərbiyəçi müəllimə öyrətməyi bacarmalıdır? Öyrətməyi bacarmalıdırsa müəllimə o təşkilatçılıq öyrətməyi bacarmalıdır deyirəmsə, didaktik qabiliyyətdir. Bəli. Bəs hansı qabiliyyətdir ki, tərbiyəçi müəllimə bayramlar, tədbirlər, onları düzgün şəkildə təşkil etməyi bacarmalıdır? O təşkilatçılıq bacarıqdır müəllimə. Sağ olun. O təşkilatçılıq qabiliyyətidir, bəli. Konfidensiallıq nə oldu? Konfidensiallıq, gizlilik. Aha, gizliliyi qorumağı bacarmaqdır. Yəni, nə mənada gizlilik? Nəyi gizli saxlamağı bacarmalıyıq? Yəni, məsələn, müəllimə, valideyn öz ailəsi haqqında tərbiyəçiyə nəsə bir söhbət edirsə, bunu tərbiyəçi başqa yerdə səsləndirməməlidir. Yəni, heç kimə deməməlidir. Gizliliyi qorumalıdır. Bəli, doğrudur. Verbal ilə qeyri-verbal vasitələr arasındakı fərq nə oldu? Verbal. Aha. Verbal ifadədir. Məsələn, nə? Gözəldir, səliqəlidir. Aha. Verbal təlimə üz mimikləri ilə səhv eləmək. Gülməkdir. Gülməkdir. Göz vurmaqdır, toxunmaqdır. Birgə hərəkətlər bəs? Birgə? Aha. Uşaqla birgə hərəkətlər.
Onun yanında oturmaq, əlindən Onun yanında tutmaq. oturmaq, ona toxunmaq, saçlarını sığallamaq. Bəli, əlindən tutmaq. Bax, bunlar aiddir birgə hərəkətlərə. Aha, bəs yaxşı, uğur pedaqogikası hansı yanaşmaya aiddir? Uğur pedaqogikası müəllimə. Hansı yanaşmaya? Uşaq yönümlü yanaşmaya. Bəli. Uğur pedaqogikasının da əsas məqsədi nədir? Uşaqları neynəmək? Aha. Qiymətləndirmək, dəyərləndirmək. Uşaqları qiymətləndirmək də hansı didaktik prinsipə aiddir? Uşaq yönümlülüyə. Qiymətləndirmək. Qiymətləndirmək. Aha. İnkişaf yönümlüyə aiddir. Bəli. Bir dənə diaqnostik qiymətləndirmə uşaq yönümlüyə aiddir. Qalan hamısı inkişaf yönümlüyə aiddir. Bəli. Hansı güşədir ki, həmin güşədə, üzr istəyirəm, hansı mühitdir ki, həmin mühitdə yetərincə çeviklik var, çətinlikdən qorxmamaq var, fərdi müxtəlifliyə hörmət var, digər komandalarla işləməyi bacarmaq var. Hansı mühitdədir bu? İnkişaf etdirici mühit. Diqqətli olun, kömək var. Deyirəmsə, nə olar bu? Dəstəkləyici, təlim mühiti, bəli. Uşaqların qrupa, məşğələyə, bağçaya uyğunlaşması, adaptasiyası həmin müddət hansı mühitə aiddir? Hansı mühitə? Aha, müddət deyirəmsə, nə olar bu? İnkişaf etdirici Zaman mühitə aiddir, bəli. Əşyaların dizayn olunması, yerləşdirilməsi hansı mühitə aiddir? Fiziki mühitə müəllimə. Bəli. Sadəcə olaraq müəssisə daxili əşyalar deyirəmsə hansı mühitə aiddir? O da müəllimə fiziki mühitə aid deyilmi? Diqqətli olun. Fiziki mühit nədir? Dizayn olunma, əşyaları yerləşdirməyidir. Sadəcə əşyalar deyirəmsə bu əşyəvi mühitə aiddir. Əşyəvi mühitə. Əşyəvi mühit özü hansı mühitin komponentidir? Əşyəvi, informasiya, sosial, onlar hansı mühitin komponentidir? Ay, sağ olun, bəli. Amma fiziki, zaman, sosial hansı mühitin komponentləridir? O inkişaf ettirici mühitin. Sağ olun, o inkişaf ettirici mühitin komponentidir. Aha. Yaxşı, vaxt çatışmazlığı hansı iş formasının mənfi cəhətidir? Vaxt çatışmamazlığı fərdi iş forması. Bəli. Xaos varsa hansı iş formasının mənfi cəhətidir? O müəllimə cütlərlə iş idi. Xaotik səs-küylük, xaos. Qruplarla iş. Kollektiv. Kollektiv iş formasıdır. Qruplarla iş formasında mənfi cəhət nə idi? Necə səs-küylük idi o? İşgüzar səs-küylülük. Bəli, bəli, işgüzar səs-küylülük. Yaxşı, bəs hansı iş üsuludur ki, orada yüksək fəallıq olmalıdır? Yüksək fəallıq müəllimə suallarla deyil. Diqqətli olun, yüksək fəallıq. O idrak fəallığıdır. Aha. Ay, sağ olun. Bəli, çünki demişik ki, uşağın fəallığı o qədər yüksək olmalıdır ki, onlar tapmacanın cavabını tapa bilsinlər. Bu tapmacaya aiddir. Bəs yaxşı, mövzu ətrafında ideya, təsərrüat, təfərrüat yığılırsa, bu hansı iş üsuludur? Söz assosiasiyası. Mövzu ətrafında ideya, təfərrüatlar yığılırsa. Əqli. Nə olar bu? Aktuallaşdırma deyilmi müəllimə? Aktuallaşdırma söz assosiasiyasıdır. Ki, yəni əvvəl bildiklərindən də suallar verirəm, yeni öyrənəcəklərindən də suallar verirəm. Amma mövzu ətrafında ideya toplanırsa bu müzakirədir, ideyadır, təfərrüatlardır. Onlar toplanırsa bu müzakirədir. Mövzu ətrafında müxtəlif ideyalar toplanırsa bu nə olacaq? Bir dənə orada müxtəlif sözü açar sözdür, əqli hücum olması üçün. Əqli hücum. Bəli. O əqli hücum. Artıq bəli. Ay, sağ ol. Əqli hücum olması üçün müxtəlif sözü olmalıdır.
Təşəkkürlər Aygün müəllimə. Oldu müəllimə, sağ olun. Sabah inşallah iki təkrar yaraq. İnşallah, inşallah. Digər Aygün müəllimə. Bəli müəllimə. Aha. İndi hazırsınız bəs? Bəli müəllimə. Tamam. Bədii təfəkkür məşğələsi. Bədii təfəkkür məşğələsində uşaqlar qarşısında bədii əsəri oxuyuram. Nəyə diqqət etməliyəm bir müəllimə kimi? İntonasiyaya, Aha. yəni uşaqların anlaması dərəcədə oxumalıyam. Aydın çəlist oxumalıyam. Bəli. İntonasiya aramla oxumalıyam. Bəli. Uşaqlara oxuduğumu fikri çatdırmalıyam. Ay sağ olun. Uşaqlara Aha. Uşaqlar- Jest və mimikalarıma diqqət etməliyəm. Ay, sağ olun. etməliyəm. Bəli. Uşaqlar əsasən. Bəli. Yaxşı, nağılı danışdınız, nağılı öyrətdiniz. Təlimin asanlaşdırılması üçün indi hansı metoddan istifadə etməlisiniz? Əyani vəsaitlərdən. Aha, yəni hansı metoddur? Aha. Səhnələşdirməyə diqqət etməlisiniz, elə deyilmi? Bəli, Həmin bəli. nağılı səhnələşdirməliyik. Və burada söhbət artıq nədən getdi? Təlimi asanlaşdırırıqsa, neynəyirik biz təlim asanlaşır? Təlimi asanlaşdıranda İnteqrasiya etmiş olaraq, elə deyilmi? bəli, Ay, sağ olun. bəli. Bəs keçdiyimiz İnteqrasiya. nağılı canlandırırıqsa, o hansı inteqrasiyaya aiddir? Canlandırırıqsa üfüqi inteqrasiya olur. Bəli. Üfüqi inteqrasiya. İnteqrasiya olacaq, bəli. Bəs aparıcı pedaqoji qabiliyyətlərimiz hansılardır ki, bir müəllimdə mütləq şəkildə olmalıdır? Aparıcı didaktik, bir də ki, müəllimə didaktik olmalıdır, bir də inkişaf deyəm. Didaktik, bir də təşkilatçılıq qabiliyyəti Təşkilatçılıq, bəli. olmalıdır, bəli. Olmalıdır. Necə qabiliyyətlərdir? Gəlin onlardan danışaq. Didaktik qabiliyyətdə uşağı tərbiyəçi müəllimə fikrini uşağa öyrətməlidir, fikrini uşağa çatdırmaq bacarığı olmalıdır. Əsasən Hə. necə deyim? Aha. Ümumiyyətcə mənası nədir? Bax, həmin qabiliyyətin mənası nədir? Tərbiyəçi müəllimə qabiliyyətli olmalıdır, öyrədici olmalıdır. Bəli. Didaktik Daha sonra qabiliyyət nəyə bərabərdir? Didaktik sözünün mənası ümumiyyətcə nədir? Oyunlar, məşqələr. Öyrətmək. Öyrədici xarakter. Necə demişdik? Didaktik oyunlar öyrədici, təlimləşdirici xarakter daşıyır. Eyni zamanda didaktik qabiliyyət də öyrədici xarakter daşıyır. Yəni uşaqları öyrədə bilmək qabiliyyətidir. Fikrini çatdıra bilmək qabiliyyətidir. Bəs yaxşı, hansı qabiliyyətdir ki, orada seçdiyi ixtisası üzrə deyirik savadlı olmalıdır tərbiyəçi? Seçdiyi. İxtisası üzrə savadlı olmalıdır. Hansı qabiliyyətdir bu? Elmi kommunikativ. Kommunikativ ünsiyyət. Ay, sağ ol. Elmi idraki qabiliyyətdir ki, seçdiyi ixtisası üzrə tərbiyəçi savadlı olmalıdır. Kommunikativ qabiliyyət necə qabiliyyət oldu dedik? İndi dedim, bax, nə dedim indi? Necə qabiliyyət idi o? Ünsiyyətdir, əməkdaşlıqdır, kommunikativ qayğıkeş münasibətlərdir, düzgün mehriban danışıq qabiliyyətidir. Bunlar kommunikativ qabiliyyətlərə aiddir. Yaxşı, mən uşağı düzgün şəkildə qiymətləndirməliyəm, dəyərləndirməliyəm deyirəmsə, bu hansı qabiliyyətdir? Qiymətləndirmək, dəyərləndirmək hansı qabiliyyətdir? Sugestiv qabiliyyət. Qiymətləndirməyi bacarmaq. Tədqiqatçılıq qabiliyyətidir. Bəli, pedaqoji situasiyaları, prosesləri dərk etməliyəm. Uşaqları düzgün qiymətləndirməliyəm. Bax, bu tədqiqatçılıq qabiliyyətidir. Amma ikisi var ki, onlar olmazsa olmaz demişdik. Hansılara demişdik onu?
bir didaktik qabiliyyətdir, Bəli. bir də ki, təşkilatçılıq Və qabiliyyəti. təşkilatçılıq qabiliyyəti, bəli, olmazsa olmaz qabiliyyətlərdəndir. Yaxşı, deməli, strategiyada çevik dəyişikliklərin aparılması, söhbət hansı qiymətləndirmədən gedir? Diagnostik. Diaqnostik qiymətləndirmə, bəli. Bəs yaxşı, deməli, sensor mədəniyyət keçmişikmi biz? Fiziki mədəniyyət, sensor mədəniyyət. Keçməmişik. Oldu. Higiyena, təhlükəsizlik yeni dərsdir. Keçən dərsdə pedaqogika, yaş böhranları, bir də ki, yaş psixologiyası olub. Onlara mən cavab verməmişəm müəllimə. Tamam. 2 dərsdə olmamışam da dərsdə. Tamam. Gigiyena qaydaları. Mən bilirsiniz nəyə əsasən? Oktyabr qrupuna əsasən sizi sual cavab edirəm bayaqdan. Gigiyena qaydaları. Ona görə bayaq belə sual verdim. Yəqin səsimi eşidə bilmədiniz. Yəni necəsə sentyabr qrupu. Ki, yəni kimlər var burada? Gigiyena qaydaları. Əllər nə zaman yuyulmalıdır? Belə bir sual verilsə nə deyəcək? Əllər nə zaman yuyulmalıdır? Əllər hər zaman yuyulmalıdır. Yeməkdən öncə, daha sonra hardansa təbiətdən gəldikdə, bir xəstə adamın yanında olduqda, bütün hallarda hər zaman əllər yuyulmalıdır. Əllər yuyulmalıdır, bəli. Bəs yaxşı, dişlərə qulluq haqqında nə deyə bilərik? Dişlər 2 gündə 2 dəfə yuyulur, səhər və axşam. Daha sonra deməli həmişə həkim nəzarəti altında olmalıdır. Həkim nəzarətində olmalıdır. Fırçayla fırçalanmalıdır. Fırça şərt olmalıdır. Başqasının fırçasından istifadə etməməlidir. Yeməkdən sonra ağzını yaxalamalıdır. İldə heç olmasa 2 dəfə, 3 dəfə həkim nəzarətində olmalıdır. Diş ətini yoxlatmalıdır. Bəli, doğrudur. Bəs yaxşı, təhlükə harada var? Sualına necə cavab verəcəyik? Təhlükə hər zaman var. Hər zaman var. Həyatda, hər yerdə, məsələn, evdə, yolda, küçədə, təbiətdə, tanımadığımız insanlarla ünsiyyətdə olduqda hər zaman təhlükə ola bilər. Sağ olun, bəli. Pedaqogika nədir? Pedaqogika elə bil ki, Yunan sözündən götürülmüş, uşaq ötürən deməkdir. Və qogos sözündən əmələ gəlmiş, götürülmüş. Uşaq ötürən deməkdir. Bəli. Yaxşı, bəs təlim ilə təhsilin fərqi nə oldu? Təlim, tərbiyəçinin elə bil ki, rəhbərliyi altında bilik və bacarıqları uşaqlara qazandıran, elə bil ki, uşaqlara öyrədilən pedaqoji prosesdir. Təhsil isə təhsil dediniz də. Təlim ilə təhsil. Təhsilin tərifini dediniz bayaq, qarışdırdınız. Təhsil düzdür ki, bilik və bacarıqların formalaşdırılmasıdır. Amma təlim nədir? Təlim də öyrədənlə öyrənilənlərin arasında qarşılıqlı fəaliyyətdir. Artıq həyata keçirilməsidir, artıq tətbiq olunmasıdır. Bu təlimdir. Yaxşı, bəs əgər gigiyena, əgər sağlamlıqdan söhbət gedirsə, hansı tərbiyə növüdür bu? Tərbiyə növü? Bəli. Ekoloji müəllimə. Yox, ekoloji. Fiziki tərbiyə. Fiziki tərbiyədir. Bəs yaxşı, əxlaq tərbiyəsinə nələr aiddir? Əxlaq tərbiyəsində burada sosial münasibətlərdir, mədəni davranışdır, özünü aparmaq, nitq danışıq qabiliyyəti, vətənpərvərlik, qayğı, həmrəylik. Sağ olun, bəli, bunlar aiddir. Bu irabi keyfiyyətlər hamısı əxlaq tərbiyəsinə aiddir. Bəli. Ontogeniz sözünün mənası nə oldu? Ontogeniz, deməli, müəllimə bu da tərbiyə, yox. Yaş psixologiyasında ontogeniz. Böhranlardadır.
Fərdi inkişaf prosesi. Ay sağ olun. Fərdi inkişaf prosesi. Mərhələdən ibarətdir. Ay sağ olun. Hansılardır? 2 mərhələdən ibarətdir. Birinci çölün ana bətnindəki inkişafı prenatal Ay sağ olun. inkişaf dövrü adlanır. İkincisi isə uşağın anadan olandan ömrünün sonuna dək olan müddətdir ki, bu da Postnatal dövr adlandırılır. inkişaf dövrü adlanır. Bəli. Təşəkkürlər Aygün müəllimə. Siz sağ olun müəllimə. Sağ olun. Alagöz müəllimə. Salam müəllimə. Salam. Alagöz müəllimə, siz mənə deyin, bədii təfəkkür məşğələsi dramlaşdırılma əşyalı yoxsa əşyasız səsləndirilmədir? Müəllimə, dramlaşdırma əsasən əşyalı olur. Yox, daha doğrusu əşyasız olur, rollar üzrə olur. Amma bir də teatrlaşma dediniz, değil mi? Bəli. Teatrlaşma isə əşyalıdır. Burada əsasən 2 növü vardır. Stolüstü teatrlar, bir də ara kəsmə olur. Bunlar da əsasən teatrlaşmada nəyə görə əşyalı deyir? Məsəl üçün rollar olur və rollar öz rolunu göstərir. Amma dramlaşdırmada isə əşya olmur da. Yəni uşaqların özlərinin rollarını istifadə etməsi. Teatrlaşdırmada orada müəllimə şəkilli teatrla gedir və kölgə teatrları gedir. Şəkilli teatr dedikdə tərbiyəçi məsəl üçün istənilən bir nağılı danışır və o nağılı danışandan sonra orada nağılda əgər məsəl üçün şəkillər, yəni personajların şəkilləri varsa, ya nağılın ortasında ya da nağıl bitəndən sonra personajları göstərir. Yəni orada hər hansı bir kiçicik bir hissəciyi səhnələşdirməkdə, yəni göstərilir orada şəkillər. Kölgə teatrları elədir ki, kölgə teatrında əsasən insan, heyvan, bitkiləri, yəni bunların silüetlərini, bu silüetlər də qara rəngdə olur.